Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. Sizə yeni geyimləri göstərmək istəyirəm. Nədən başlayayım? Bu don sevilən don oldu deyə bunun yeni rənglərini gətirdik. Baxız, gergedan don deyirlər, nə deyirlər buna? Belənçi içəridə belə bir dondu, altında və üstündə belə şəklini qoyacağım. Bu tərəfə çox qəşəng görünür əyində. Bu göy rəngidir, tünd göy. Bu qəhvəyi rəngidir, şokolad rəngi, qəşəng belə bir rəngidir, çox gözəl rəngdir. Sonra belə boz rəngdir, tünd bozdur, kamerada solmuş qara kimi görünür. Amma belə qəşəng bozdur da, yəni açıq belə şey deyil. Nə tündür, nə də açıq, orta. Bu da yaşılıdır, yaşılı da çox gözəldir və belə cappuccino rəngi kimi. Bu da çox gözəldir. Əyində çox gözəl qalır bu. Sonra, bir də qarası. Bir də ələz alınmaz qara. Və belə içlik donlar da gətirmişik. Altdan geymək üçün də, yəni ki, patkalatka kimi. Belə bir donlar var. Sonra göstərəcəm sizə. Şeydir, gözlüyüz bir dənə. Bir də ki, ağ-qara yubka. Bu da çox gözəl materialı var bunun. Belə. Belə yubkası da var. Kaliforniya materialıdır. Prosta Kaliforniya kimi nazik deyil. Bu biraz daha yaxşıdır materialı. Bu da ağı. Çox gözəl materialı var. Bu belə. Sonra sport dəstlərin rənglərini də sizə göstərəcəm. Onu ayrıca göstərim. Yeniləri bunlardır. Qəhvəyi rəngi, belə yaşılı və göy. Bunlar yox idi. Opsilər var idi. Onlar da ki göstərəcəm ayrıca. Gəz opsi belə göstərəm, sonra yadımdan çıxacaq. Baxız. Rəngləri. Bordovoy. Bu belə korичневый, boz, başqa cür bozdur. Sonra belə mavi ilə boz qarışığı, qarasıdır. Belə yaşılı var. Sonra belə bozu var. Tam da boz deyil. Sonra belə var. Bu isə başqadır. Bu isə eyni dəst kimidir. Sadəcə olaraq bunun hicabı yoxdur. Bunun isə yubkası, şalvarı ayrıdır. Futbolka materialında olandır. Bunların isə hicabları var. Bu dəsti mən sizə orada tam göstərim. Bəlkə bilməyənlər üçün yenidən göstərim. Yəni bunun bu hissəsi belə şalvarlıdır. Altı şalvarlıdır. Üstü belə yubkalıdır. Və hicabı da var. Ayrıca onları ayrı qoyuruq. İtibat olmasın deyə. Və belə bir köynəyidir. Tunikası. Çox rahat dəsti. Kapşonkası ilə bir yerdədir. Sonra belə bir tunikalardır. Bunların da rənglərini gətirmişik. Oxsi rəngləri də göstərim. Oxsi rənglər var idi, olmayanlar. Hansı rəng var idisə onları gətirdik də. Yəni bunlar tez bir tanım aldı deyə bütün rəngləri tapmaq da olmur. Baxız. Rəngləri. Tunikaların bunu göstərim necədir. Arxası uzun, qabağı belə. Belənci. Bu da rəngləri. Sonra namaz donlarından gətirmişik. Belə. Həm hicab hissəsi, həm də don hissəsi eynidir. Bizdə var hicab hissəsi qara olanda, aşağı hissələr başqa rəngdə olanlar, bunlar eyni rəngdə olanlardır. Bu rasvetkalardır, bir də belənci rasvetkadır, ştabildilər. Buraları isə Kaliforniyadır. Bu prosta belədir də, geyinib çıxardılan. Obisilər bitişik idi. Və bu yubka şalvar bitmişdi. Onlardan da gətirdik. Patklatkalar da var, yəni bunların ağ olmağına baxmayaraq altında patkalatkası var. Hər ki, görünmür də, yəni. Sonra belənci qarmaşqa yubkalardan gətirmişik. Bir beləncidir, bunlar standart ölçüdür. Bu qara və qəhvəyi rəngi, bunlar standart ölçüdür. Və var belənci yubka. Bu şeydir, ətəyi belə dalğalı kimidir. Şifon kimi parçadır. Bir də elənci yubkanın böyük razmeri olanı da var, böyük bədənə gedən. Bunlardan hansıydı bilmədim. Sonra belə köynəklərdir. Bunlar razmerləndir, hər başqalar. Çox qəşəng materiallar var bunların. Yəni bunlar iç göstərmirlər. Bu dəfə gətirdiklərim hamısı iç göstərməyənlərdir. Elə köynəkdir. Və belə ağ, belə çox qəşəng başqadır. Ketan materialında. Və belə bir ağrı başqadır. Belənci qəşəng resunka ilə. Bir qolunda belə. Mikrofonu yoxlayım, mənim səsim gedir ya yox. Hər şey yaxşıdır. Deməli belə. Belənci başqadır.
Arxası sadə, qabağı belə. Sonra bu orboşkalardan bizdə var idi. Bunlardan yenidən gətirdik. Bunların materialı da xoşum gəlir, keyfiyyəti də xoşum gəlir. Bir belədir, boz xəttlərlə və ağ xəttlər. Bir də belənçi bardavay. Bunlar da ölçü iləndir. Standart deyil, yəni. Belə. Bu tərəfdəkilər bitdi. İndi o tərəfdəkiləri gətirim. İkinci hissəyə keçirik. Belə bir üst geyimlər kimi gətirmişəm. Həm tək geymək olar, həm üst geyim kimi geymək olar. Belə. Baxız, axıra kimi zamoklandı. Və belə bir cibnəndir, kətandır. Cibləri var, qolları da belədir. İplə də qısısa da bağlaya bilərsiniz. Başa çıxanımlar. Yəni bu rəngi var, bir də bu rəngi var. Bunun da risunkası. Modelləri eynidir sadəcə olaraq. Bunun risunkası belədir. Buna oxşar bizdə belə risunkalı bizdə don da var. Kətandan. Bu isə belə güllüdür. Həmin o dediyim donu gətirim. Göstərim sizə. Baxın, dağardan da oxşuyurlar onlar. Yoxsa mənə elə gəlir. Yox, elə də oxşamırlar. Amma materialları eynidir, hə. Göstərim sizə də. Bu da ölçü iləndir. Belə bir kətan dondur. Bu da qolu uzadır. Eynidir. Materiallar eynidir. Belə. Baxız, demək olar ki, dəst kimi görünürlər. Gülləri cüzi fərqlidir. Amma başlıqda eyni şeydir, yəni. Belə. Sonra belənçi kətan köynəklər var. Belə. Çox belə zərif rənglərdir. Açıq. Bura qoyum, yerləşmir artıq. Belə. Sonra keçirik belənçi roboşkalara. Bunlardan bizdə var idi. Bu da yaxşı satılan modeldir deyə yenə birazını gətirdik və belə bir tipdə köynəyidir. Bu da maraqlı risunkası var. Materialları da qəşəngdir. Və balonko yubkaların qaraları və tünd qəhvəyi qurtarmışdı. Bunları da gətirdik. Bu da sevilən bir yubkadır. Çox qəşəng qalır əyində. Asabına arıq yeni yetmə qızlar üçün. Və belə bir köynək gətirmişik. Bunlar da çox qəşəng materialı var. Kupraya oxşuyur. Qolları belədir. Qabaq hissəsi belədir. Yubka ilə zaten belə qəşəng gedər. Arxadan belə sadədir. Qabaqdan belə düymədir tam və qısa modeldir. Bunun qara rəngi var və qəhvəyi rəngi var. Bunlar da ölçü iləndir. Ölçülər də var. Hələ ki var. Kim istəyir tələssin. Belə bir standart şalvar var. Enlidir. Belə bir ciblərlə. Bu model buna uyğun parçada köynəklər də var. Parçalar oxşuyurlar bir-birinə. Baxız. Belə bir. Yoxsa? Yox. Parçalar oxşuyurlar, amma bu bir ton tündür bundan. Nəysə. Amma dəstləşdirmək olar, yəni kimə problem deyilsə, lap dəqiqliklə eyni rəng olsun deyə dəstləşdirmək olar. Bunun məsəl üçün 3 rəngi var. Bu rəng və bu. Bu istəsiz bunu açıb cibi də əlləşdirmək olur. Mən indi bağlamışam ki, belə qəşəng görünsün deyə. Belə. Qabaq hissədə belə tikiş də var. Bu belə rahat modelə oxşuyur və belə sadə belə şalvardır. Rahat, çox sərin materialı var. Belə kameradan görmək olursa. Belə çox qəşəng materialı var. Bunlar da eyni modeldir, amma standartdır. Və belə bir ətək bir dənəsini gətirmişik. Baxım görüm necə olacaqsa, bəyinlər ya yox deyə. Sonra içlik donların. Bunların keçən dəfə düyməlisini gətirmişdik. Bura kimi belə yaxasında düyməsi var idi. İndi isə düyməsizdir. Amma cibləri var və bu köynəklərlə dəstləşdirib eləmək olar. Çünki eyni materialdır. Bu köynəklər tam düyməlidir. Belə uzun qoldur. İç göstərmir, kapüşonkalıdır, enlidir. Bunlarla qəşəng dəstləşdirmək olar. Qarası da var bu köynəyin, roboşkanın və qəhvəyi rəngi də var. Bu içliklərin isə həm qəhvəyi rəngi var, həm qara rəngi var, həm də bu belə. Nə rəngdir bu? Biraz açıq qəhvəyi kimi də. 3 rəngi var. Sonra belənçi kətan roboşkalar keçən dəfə ağlarını gətirmişdik. Bu dəfə biraz tündünü gətirdik. Bu hissələri məsəl üçün ağ idi də.
Keçən dəfə gətirdiyimiz katan çox qəşəng köynəyidir bu da. Bu da qəşəng satılanlardandır. O uzundur, enlidir. Ölçü iləndir. Sonra bu göstərdiyim köynəklərin, bu kapşonkaların bunun bu rəngləri də var. Rənglərini göstərim. Ağ, belə və belə. Xaki rəngi. Çox qəşəng qalır. Bunlar da çox satılanlardan idi. Ona görə yenidən gətirdik. Amma keçən dəfə qəhvəyi və qarasını gətirmişdik. Və belə bir rubaşkadır. Burası ağ deyil. Burası belə rəngi belə qəşəng rəngi var. Baxız belə qəhvəyə belə cızıqlar da var üstündə. Çox qəşəng materialı var. Kötandır deyəsən. Çox sərin rubaşkalardır. Bu da ölçü iləndir. Ölçü iləndir. Və beləncə ştapildonlar gətirmişik. Baxız, risunkasına baxız belə. Belə bir risunkası var. Gözəl modeldir. Enli bədəndir. Enlidir. Qolları beləncə rezinkadadır. Və cibi yoxdur. Tam uzunluqdur. Xoşum gəldi bu materialından, ştapildir. Bu dəfəki gətirdiyimiz parçalarımın hamısından xoşum gəlir. Və belə bir enli dəst. Bu da kupraya oxşuyur. Bu da iç göstərmir. Belə bir enli dəsti. Materialına baxız nə gözəldir. Yumuşaq. Belə bir rubaşkasıdır. Nə qısadır, nə də çox uzundur. Belə. Arxadan uzundur, arxa hissəsi belədir. Çox gözəldir. Bunun da rəngləri var. Bu. Bu. Və bu. Bu bozdur. Qara, göy və belə açıq qariçimik. Vəsə. Bir də hicablardan da təzələri gətirmişik. Onlardan da göstərim. Yəni istəklər var idi deyə gətirdik bunları da. Bu belə modeldir. Bu ayrıdır. Bu da təkdir. Yəni tək də giyinə bilərsiniz, belə də giyinə bilərsiniz. İstəyə görə gətirmişik. Yəni neçə nəfər soruşan var idi deyə. Və belə bir. Bu başqadır, bu ayrıdır. Opsilər eyni qiymətə idi, ikisi də altdakı da üstdəki. Amma bunlar ayrı-ayrıdır. Bu adi qara hicabda giyindirmişəm. Bu da ki belə tül kimidir və belə zəncirlə. Zənciri belə uzundur, 2 qat eləyib, belə eləyib taxırlar. Kapşonka kimi. Bunun da rəngləri var, opsinin də rəngləri var. Kepkalının, bu da kapşonkalının. Bir də kapşonka hicabların rənglərini gətirmişik. Ətəkləri 3 bucaq olan, Kaliforniya materialında olan. Başqa nə gətirmişik? Başqa heç nə. Çantalar da, təzələri gələnlər var. Onları da ayrı videoda paylaşacağım. İndi mənə qaldı. Bunları hamısını yerbəyer eləyib, yığış eləyib gedim. Oca saat 10'un yarısıdır. Ona kimi də bu işlərdə görüm. Gedim oca. Sağ olun. Salamat qalırız inşallah. O videolarda görüşərik. Yeni mal bir də yəni gələndən sonra, yeni geyimlər gələndən sonra paylaşarım. İnşallah kamerada əyri qalıb. Sağ olun. Nə bolucu görünürüm mən belə.